Bakıda azyaşlı bacı və qardaş evdən qaçıb. Xəbərlər.net xəbər verir ki, bu haqda Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib. O qeyd edib ki, bacı və qardaş uzun müddət analarının ağır fiziki və psixoloji zorakılığına məruz qalıblar. Onların sözlərinə görə anaları demək olar ki, hər dəfə spirtli içki qəbul etdikdən sonra uşaqlara işgəncə verilmiş. Onlar öz aralarında plan quraraq evdən çıxa biləcəkləri anı gözləyiblər və nəhayət qaçmağa müvəffəq olublar. Aylardır çimə bilmədikləri üçün ilk olaraq dəniz sahilinə gedib çimməyə qərar veriblər. Daha sonra gecəni sahildə keçiriblər. Səhər tezdən böyük qardaş yaxınlıqdakı taksi sürücüsünə yaxınlaşaraq onları şəhər istiqamətinə aparmasını xahiş edib. Uşaqların yanında heç bir böyük şəxsin olmaması sürücüdə şübhə yaradıb. O düzgün qərar verərək uşaqları polis bölməsinə aparıb. Polis əməkdaşları uşaqların bədənlərində çoxsaylı yara izləri və saçlarında yanıq izləri, digər zorakılıq əlamətlər aşkar ediblər. Bundan sonra dərhal müvafiq dövlət qurumları məlumatlandırılıb və birgə görülən tədbirlər nəticəsində uşaqlar sığınacağa yerləşdiriliblər.